Salam hörmətli izləyicilər, əziz biologiya sevərlər. Sizinlə DEM sınaq toplusundan genetikaya aid olan sualların izahı ilə qarşınızdayıq. İzaha başlamamızdan ilk öncə kanalımıza dəstək məqsədi ilə abunə olmağı, əgər bəyəndiysənsə bəyən butonunu basmanızı xahiş edirik. Birinci sualımızda soruşur, dihidrozigot 2 noxud bitkisinin çarpazlaşmasından alınan nəsildə yaşıl noxudların sarı qırışıq noxudlara olan nisbəti necədir? İşitlik yoxdur. Biz burada vaxt itkisi olmasın deyə burada bunu yazmışıq. Deməli, sarı noxudları böyük A ilə, yaşıl noxudlar kiçik A ilə, hamar noxudları böyük B ilə, qırışıq noxudları isə kiçik B ilə işarə etsək və bunu çarpazlaşdırsaq, dihidrozigot çarpazlaşdıran zaman bunlar, biz bunu penten cədvəli qurmadan Mendelin birinci qanununa geçsək, A'lar bu genotipi verir, B'lər isə bu genotipi verir və bunların çarpazlaşması nəticəsində bu genotipdə alınır. Bundan sonra isə biz burada deyir ki, yaşıl. Yaşıl noxuddursa, burada gördüyünüz kiçik A'lar olanı. Kiçik A'lar olanı biz tapacağıq. Burada 2 dənə kiçik A buradadır, 1 dənə kiçik A buradadır, 1 dənə də buradadır, 4 dənə yaşıl. Və sarı qırışıq soruşur. Sarı qırışıqdırsa böyük A ilə kiçik B'lər olsun. Böyük A, kiçik B'lər olan bir dənə burada, 2 dənə də burada, bu 2 deməkdir. 3 dənə olmuş olacaqdır. 4-ün 3-ə nisbəti. Burada da cavabımız olacaq C variantı. Sonra deyir ki, A, B, böyük B, kiçik B, kiçik C, kiçik C, böyük A, kiçik A, böyük B, kiçik B, böyük C, kiçik C çarpazlaşmasında alınan nəsildə A geni daşıyan fərdlər yaşamaq qabiliyyətinə malik deyirlər. Bu zaman neçə fenotipik qrup alınır? Tam dominantlıq yoxdur, crossing over yoxdur. Mövcuddur, tam dominant mövcuddur. Crossing over yoxdursa, deməli burada ilişiklikdən söhbət gedir. Biz burada yenində yazmışıq bunu və bunları yazdıracaq. Böyük A, böyük B, bu kiçik C'dir, yadınıza saxlayın. Kiçik C, böyük A, böyük B, böyük C və bunlar ilişikli surətdə. Bunlar iki tip qamət verəcək. Bir böyük A, böyük B, bir də kiçik C. Bir də böyük A, kiçik A, kiçik B, kiçik C. Sonra bu da eyni qayda ilə böyük A, böyük B, böyük C, böyük A, kiçik A, kiçik B, kiçik C və bunların birləşməsi nəticəsində mümkün olan kombinasiyalar bunlardır. 4 dənə kombinasiya yaranıb. Və bizdə də deyir ki, A geni həyatı qabiliyyətini itirib. Deməli, bu yox olacaqdır. Bizdə qaldı bu 3 dənə genotip. Və bu genotipdə baxdıqda fenotipi soruşduğuna görə bizdə A, B, böyük A, böyük B, böyük C bir fenotip verəcək. Böyük A, böyük B, kiçik C isə bir fenotip verəcək və cəmi olacaq 2 fenotip. Necə fenotip verdi? 2. Sonra keçir. Hansı gen xəstəyə insan orqanizmdə amin turşu mübadiləsinin pozulması nəticəsində əmələ gəlir? Yadınızda saxlayın ki, burada məsələn amin turşusu bir vitamin, deməli homosisturia vitamin mübadiləsinin pozulması nəticəsində yaranır. T isə karbohidrat mübadiləsinin pozulması nəticəsində yaranır. Tirozinomiya amin turşusu mübadiləsinin pozulması nəticəsində yaranır. Batao sindromu 13-cü cüt xromosomda bir ədəd artıqlıq olan nəticəsində yaranır. Hemofiliya isə X xromosomu ilə keçən qan xəstəliyidir. Bizdə də amin turşusu mübadiləsinin pozulması, zülal mübadiləsinin, amin turşusu mübadiləsinin pozulmasına görə biz də C-ni götürmüş olacağıq. C. Sonra təcrübə üçün müəyyən ərazidə 1000 ədəd qonur. 1000 ədəd qonur, 100 ədəd yaşıl rəngli dəvədəlləyi buraxıldı. Təcrübə nəticəsində həşəratlarla qidalanan quşlar 20% qonur, 20% isə yaşıl həşəratlar yemişlər. Qonur dəvədəlliyinin məfhumu intensivliyi hesablayın. Bunu da hesablamaq üçün yenidən burada yazmışıq. Dedik ki, 80% məhv olub. 80% məhv olubsa, biz bunu 2 üsulla həll edə bilərik. Biz 80-ı 100-ə bölüb 0,8 ala bilərik. Bir də kitabımızda düstur verilib və düsturu yerinə qoyub Y bərabər M çıxılsın, N bölünsün M. Burada M ümumi saydır, N isə sağ qalanlarının sayıdır. Deməli, gətirib burada sağ qalanların sayını tapacağıq. Deməli,
Buradan bunu vurub 800-də və buradan 800 çıxsaq 200 deməli sağ qalıb. Sağ qalanlar 200-dürsə gətirib yenidə yerinə qoyuraq. 1000 çıxılsın, 200 bölünsün 1000-ə. Buradan da yenə 0,8 almış olacağıq. Cavabımız olacaq C variantı. Hansı üsul sizə rahatdır, o üsuldan da istifadə edərsiniz. Sonra 5-ci sualımızda soruşur ki, əhalisi 40 min olan şəhərdə hər 100 kişidən biri X xromosomla ilişikli resistiv genlə ötürülən irsi xəstəliyə tutulmuşdur. Bu şəhərdə kişi qadınların sayı eyni olduğu halda bu xəstəliyə tutulmuş adamların ehtimal olunan sayını hesablayın. Yenə də burada yeni yazmışıq və burada da dedik ki, nədir? Kişilərin genini X, A, Y şəklində verilir və bunlarda deyir ki, hər 100-də birini, onda 100-də 1 yazırıq. Yəni, X, A geninin əmələ gəlmə ehtimalı 0-dan 100-də 1-ə bərabərdir. Və 40 min dənə kişidirsə, 40 min adamdırsa, bunun 20 mini kişi olacaq, 20 mini qadın olacaq. Və dedik ki, kişilərdən hər 100 dənəsindən biri xəstələnir, biri olursa, A genini daşıyan olursa, 20 mindən də 200 dənə xəstə kişi olmuş olacaqdır. Yəni, 20 minə 200 dənə xəstə kişi var. Qadınlarda isə X, A, hər ikisi birlikdə olduğu şəkildə ancaq xəstəyi üzə verə bilər. Dedik ki, X-in rast gəlmə tezliyi 0,100-də 1. Bunu da vururaq 0,100-də 1-i də 0,100-də 1-ə vursaq 0,10 1 almış olacaqdır. Deyir ki, 20 mini də 0,10 mində 1-ə vursaq alacaq 2 qadın. Qadınla kişinin neçəsi topladı? Dedik ki, burada tapmışdıq 200 kişi, 2 dənə də qadın. Toplayanda elə 202 etmiş olacaqdır. Burada cavabımız 202 A variantı. İnsanda qan qruplara görə fenotip müxtəlifliyinə, genotip müxtəlifliyinə olan nisbəti. İnsan verə bilir. İnsan qan qrupları A, B, 0, AB fenotiplərini verə bilər. Bu zaman neçə dənə fenotip? 1, 2, 3, 4 dənə. Ancaq qan qruplarında isə biz bilirik ki, ikinci qan qrupu 2 tip. 2 tip. Eyni zamanda üçüncü qan qrupu da 2 tip kimi verir. Və bunlarda ümumi hesablasaq 2 burada, 2 burada, 4. Bu 4-cü qan qrupudur. Bu isə birinci qan qrupudur. Deməli 2, 4, 5, 6 dənə genotip. Deməli 4 dənə fenotip olmalıdır, 6 genotip. Bir-birinə olan nisbət sabit şəkildədir. Deməli 4-ün 6-ya nisbəti yazırıq. 4-ün 6-ya nisbəti də ixtisar eləsək 2-nin 3-ə nisbəti olmuş olacaqdır. Bizdə nəyi soruşur? Fenotip müxtəlifliyin genotip 2-nin 3-ə, bu da B variantına uyğun gəlir. 7-ci sualımızda böyük ya kiçik ya, böyük B kiçik B, böyük D kiçik D çarpazlaşır kiçik ya kiçik ya, böyük B kiçik B, böyük D kiçik B çarpazlaşmasında böyük ya kiçik ya, böyük B kiçik B, küçük D kiçik D genotipli nəsillərin əmələ gəlmə ehtimalını hesablayın. İlişiklik yoxdur. İndi bunu yenə də burada geniş şəkildə yazdıq. Burada bunların qıraqda yazıb yenidən çarpazlaşdırırıq. Dedik ki, bizə də lazımdır ki, böyük ya böyük B, böyük D, böyük B kiçik B, böyük D kiçik D. Yenə çarpazlaşdırdıq da, yenə bunu da yenə ikinci qanuna gəlib. Böyük A'lar verəcək. Bu böyük B'lər bu şəkildə, kiçik D'lər isə bu şəkildə vermiş olacaq. İndi bizə lazım idi ki, genotipi böyük A, kiçik A, böyük B, kiçik B, bir də kiçik D, kiçik D. Deməli, buradan böyük A 2-də 1 nisbətində də gətdik qoyduq tezliyi. Böyük B, kiçik B yenə də 2-də 1 nisbətində də gətdik qoyduq yerinə. Böyük D, buradan da kiçik D'nin də 4-də 1 nisbətində də bunu da gətdik qoyduq yerinə və bunun tezliyi bir-birinə vursaq 16-da 1 olmuş olacaqdır. Yəni onun rast gəlmə tezliyi olacaq 16-da 1. 7A variantı. 8-ci sualımıza soruşur. A, B, böyük A, böyük kiçik A, böyük B, kiçik B, böyük C, kiçik C və çarpazlaşır. Böyük A, kiçik A ilə böyük B ilə kiçik B, kiçik
kiçik C ilə çarpazlaşması AB fenotipli fərdlər ümumi nəslin neçə hissəsini təşkil edir? Yine de bunu yazmış olacağıq. Buradan yazdık ve burada bizden bu fenotipi soruşur ve biz bu fenotipi tapmaq için bunu çarpazlaştırsaq ve burada bu genlerin yine de Mendel'in birinci qanununa gəlirik. Böyük A geni burada bu nəsildə alınan 4'te 3'ünü təşkil edir. Kiçik B geni bu nəsildə alınan 4'te 1'ini. Kiçik C geni ise gördüğünüz gibi 2'de 1'ini təşkil etmiş olur. Gətirib hamısını yerinə yazsaq, tezliklərini yerinə qoyub bir-birinə vursaq 32'de 3 etmiş olacaqdır. Cevabımız olur burada 32'de 3. Bu da A variantına uygun gəlir. Sonra 9. sualımızda deyir. Demək, A qırmızı və çəhrayı çiçəkləri olan 24 min ədəd çiçək bitkisi populyasiyasında bitkilərin 960'ın çiçəklərində qırmızı rənglidir. Bu populyasiyadakı çəhrayı çiçəkli bitkilərin faizlə miqdarı neçə olmalıdır? Natamam dominantlıq mövcuddur. Natamam dominantlıq mövcudsa biz zaman burada da yine onun həllini yazmışıq. Burada 960 deyim. Ve burada deməli qırmızı olması için büyük A qırmızıdır. Deməli biz Heidelberg qanununa göre büyük A üstə gəlsin kiçik A 1'e bərabərdir. Kiçik A'nın da rast gəlmə tezliyini bax 9600'ü bölsək 2400'ü alırıq 0,4'ü. Onda büyük A'yı vurduqda 0,4 alırsa onda bir dənə büyük A olacaq 0,2. Getirdik burada koyduk 0,2 üstə gələnsin A bərabərdir 1'e. Buradan da kiçik A'nın rast gəlmə tezliyini tapdıq ki 0,8'e bərabərdir. Biz bunu açıq şəklində bu şəkildə də yazar bilərik. Böyük A üstə gələnsin 2 dənə böyük A kiçik A vurulsun üstə gələnsin kiçik A bu da 1'e bərabərdir. Getirib yerinə burada bunun bizə də deyir ki, çəhrayı bitkilərin rast gəlmə tezliyi necə olacaq? Çəhrayı bitkilərdə burada neçə oldu? 2 də vurulsun. Böyük A, kiçik A. Gətirib yerinə qoyaq. Böyük 2-ni yazırıq. Böyük A'nımızın rast gəlmə tezliyi neçədir? 0,2 yazdıq. Kiçik A'mızın rast gəlmə tezliyi 0,8. Onu da yazdıq. Bu da eləcək 0,32 edir. Biz bunu faizə çevirsək, bunu 100'e vurmalıyıq. O da deyəcək 32%. Yani cevabımız olacak burada 32% A variantı. Sonra 10. sualımızda ne soruşur? A böyük ya böyük, kiçik A, böyük B, kiçik B fenotipli canlıda AB genotipli qamət əmələ gətirmə ehtimalı 9%dirsə, AB genotipinə malik qametlərin əmələ gəlmə ehtimalı neçə faiz olar? Genlər ilişiklidir. Artıq burada ilişiklik hadisəsindən danışır. Ona görə də biz yenə də eyni qayda ilə yazacağıq. Burada yazılıb. Geçdik bura. Və ilişiklik hadisəsindən danışır deyə genlər ilişikli şəkildə biz burada yazdıq. Sonra bunları çarpazlaşdırdıqda aydan və bunlarda bunların mümkün olan gen vermə ihtimalını bu verəcək həm böyük A, böyük B, büyük kiçik A, kiçik B ve bunlar crossover ihtimal 9%'de dediğine göre büyük A aynen küçük B, yani bu büyük A ile küçük B birleşecek burada bak. Sonra büyük B'nin de küçük A. Onu da yazdık ve bu ihtimalı 9%dirsə birininki 9, o birisinin de 9%. Yani crossover olanlarımızın sayı 18% etmiş olacaqdır. İndi crossover ehtimal olmayanlarını tapmaq üçün 100'dən çıxdıq 18'in qaldı 82. 82 crossover ehtimalı olmayan qametlərin sayıdır. Bizdə də 2 dənə qamət yaranıb baxın. Ona görə də biz bunu bölüyük 82'ni bölüyük 2'yə. O deyəcək 41. Yəni bu 41% deməli bizdən də soruşmuşdu nəyi? AB genotipli qametlərin əmələ gəlməsi. AB genotipli qametlər isə 41% olmuş olacaqdır. Sonra 11. sualımızda nə soruşur? Bizdən 11. sualımızda soruşur ki, 2 heterozigot fərdin çarpazlaşmasında alınan genotip sayı fenotip sayından 7 vahid çoxdursa, ümumiyyətlə 7% çoxdursa, yadınızda saxlayın, bu
Söhbət komplementarlıqdan gedir. Yadınıza saxlayın. Komplementarlıq nəticəsində 2 dənə genotip alınır, fenotip alınır komplementar olanda hamısı bir-birinə oxşur. 2 dənə fenotip alınır və 9 ədəd də genotip alınır. Genotip də 9 olur. Və 9-un 9-dan ikisini çıxsaq neçə edəcək? 7. Deməli 7 vahid az olmuş olacaqdır. Yəni bizim sualın bu hansı halda mövcud olacaq? Komplementar təsir nəticəsində mövcud olacaq. 12-ci sualını. Bu xəstəliyin səbəbi 23-cü cüt xromosom bir vahid azalmasıdır. Bu zaman cinsiyyət xromosom tək xromosom olduğundan uşaqlar cinsiyyətcə qadın olur. Boy nəzirlər çiyinə qədər genişlənmiş olur. Qeyd edilən əlamətlər hansı xəstəyə? Yadınıza saxlayın ki, bu əlamətlər deməli Şeşevski-Terner sindromunun əlamətləridir. O da olacaq Y variantı. Sonra 13-cü sualımıza baxırıq. Uyğunluğu müəyyən edin. Yadınıza saxlayın ki, triptofan ciddi arıqlamaya səbəb olur. Lizin baş gicəlləndirir. Histidin isə hemoqlobinin azalması nəticəsində yaranır. Deməli, onlara da uyğun gələcək 14 A variantı uyğun gəlmiş olacaqdır. Deməli, 14-cü sualımızda nə soruşur? A, böyük ya, kiçik ya, böyük B, kiçik B. Genotipli orqan minimum neçə növ qamət hazırlaya bilər? Minimum söhbətdən gedirsə, burada ilişiklik nəzərdə tutulur və ilişiklik deyəndə, yəni bu o deməkdir ki, bax bu A, böyük B. 1, kiçik A, kiçik B-də 1. Bunlar ancaq 2 tip qamət vermiş olacaqdır. Bu da B variantı. Deməli, erkək ilanın toxumunun birinci mərhələsinə daxil olan A, böyük ya, kiçik ya, böyük B, böyük B, genotipli ilkin cinsiyyət 3 dəfə bölünmüşdür. Əmələ gələn bütün hüceyrələr yetişmə zonasına daxil olduğunu nəzərə alsaq, əmələ gələn qamət maksimum neçəsi AB genotipli olacaqdır. Və yenə də buradan 15-ci sualımıza burada həllinə yazmışıq. Deməli, 1 dənəsindən bölünüb 2 dənə, 2 dənəsindən bölünüb 4 dənə, 4-dən isə 8 dənə mitoz bölünmə nəticəsində hüceyrə əmələ gəlir. Və bu hüceyrədən 8 hüceyrədə hər biri meyoz bölünmə keçəcəksə 32 dənə qamət əmələ gətirir və bu erkək hüceyrə olduğuna görə dişilərdə neyinirdi? Biri qamət idi, 3-ü yönəlici cisim. Amma erkəklərdə isə hamısı qamət olduğuna görə bu hüceyrədə 2 tip qamət verir. A, B, böyük A, kiçik B. Və o 32 dənəsini qamətin yarısı olacaq. A, B, yarısı da olacaq. Kiçik A, kiçik böyük 5 tipli olmuş olacaqdır. Yəni bizə soruşur neçə dənə? Bu da olacaq 16 dənə olmuş olacaq D variantı. 16. 3 fərqli əlamətə görə B, M, C fenotipinə olan canlılar kiçik B, böyük M, C qametini əmələ gətirmə ehtimalı 25%dirsə, bu canlının böyük B, kiçik B, böyük M, M, kiçik C, böyük C, kiçik C genotipində olan fərqlərlə çarpazlaşmasından kiçik B, böyük B, böyük M, kiçik C genotipli fərqlərin əmələ gəlmə ehtimalı neçə olar? Və ilk öncə indi bunu yenidə yazacağıq buradan. Bayaqki kimidir. Sadəcə bayaqdan bir şey fərqlidir ki, burada genotipdə isə deməli yazırıq B, M, C bilmirik. Yəni bu onun genotipi nədir? İkinci bir genotipi yazırıq. Sonra isə bu nə ilə çarpazlaşır? Böyük B, kiçik B, böyük M, C alınır. Və alınan nəsildə alınan B, M, MC olduğuna görə, deməli, burada kiçik B varsa, deməli, bunun böyründə nə olmalıdır? Kiçik B mi? Burada 2 dənə M olubsa, deməli, bu birisinin də böyründə M olmalıdır. Burada kiçik C olubsa, deməli, bu birisinin də böyründə kiçik C olmalıdır ki, bu kombinasiya yaranmış olsun. Yazdıq, buradan da tapdıq ikincimizin də genotipini tapdıq, çarpazlaşdırdıq. Çarpazlaşdırması nəticəsində biz bilirik ki, böyük B ilə böyük B, kiçik B ilə böyük B, kiçik B çarpazlaşdıranda bu tip genotip, sonra C'lərlə böyük C, kiçik C, böyük C ilə parçalaşdıran bu tiplə və M ilə M də parçalaşdıran bu tip. Bizə də deyir ki, onda bax bu istiqamətdə əmələ gəlmə ehtimalı. Deməli, kiçik B-lərin əmələ gəlmə ehtimalı burada neçədir? Bax, burada 1,
2 də burada 3, 4. 4-də 1-dir. Gətirdim, yazdım yerinə. Böyük M-lərin əmələ gəlmə ehtimalı neçədir? 1-dir. Gətirdim, yazdım yerinə. Sonra kiçik C-lərin əmələ gəlmə ehtimalı neçədir? 4-də 1-dir. Gətirdim, yazdım yerinə. Və bunlar bir-birlərinə vursaq 16-da 1 olmuş olacaqdır. Yəni əmələ gəlmə ehtimalı bərabər olacaq 16-da 1-ə. Sonra qan plazmasında anti-B antiteli olan bir insan haqqında verilən fikirlərdən hansı yanlışdır? Yadınıza saxlayın ki, antitel ümumiyyətlə yadınıza saxlayın ki, burada yenə də yazmışam. 17-ci. Burada yenə yazmışıq. Birinci qrupda olan antitellərimiz, məsələn, birinci qrupda A, B antigenləri var. Antitelləri var birinci qrupda. Antigen yoxdur. Birinci qrupumuzda antigenimiz yoxdur. İkinci qrupda A antigeni var, B antiteli var. Üçüncü qrupda B antigeni var, A antiteli var. Dördüncü qrupda A, B antigeni var, antiteli yoxdur. Və bu bizdən də nə soruşur? Verilən fikirlərdən hansı yanlışdır? İndi onlara əsasən fikir. Məsələn, hemozigot ikinci qan qrupuna malik ola bilər. Bəli, bunu ola bilər. Birinci qan qrupuna malik ola bilər. Bəli. Heterozigot üçüncü qan qrupuna malik ola bilər. Xeyr. Dedik ki, heterozigot üçüncü qan qrupuna malik ola bilməz. Çünki üçüncü qan qrupunda B antigeni olur. A antiteli olur. B'nin antiteli 3-cü qrupda yoxdur. Ona görə C'ni götürmürük. Sonra 18-ci sualımızda deyir, böyük B, kiçik P, böyük R, kiçik R, kiçik M, D, çarpazlaşır. Böyük P, kiçik P, böyük R, kiçik R, böyük M, kiçik M, D genotipli valideynlərin çarpazlaşmasında. Bütün əlamətlər üzrə heterozigot genotipli erkək fərdlərin əmələ gəlmə ehtimalı necədir? Yenə də bunu burada yazmışıq. Hər bir ehtimalını biz burada yenidən vuracağıq və buradan bunu çarpazlaşdırdıq və çarpazlaşması nəticəsində yenə alma ehtimalını bütün hamısını bir-bir Mendelin birinci qanunu üzrə yazdıq. D bu. Deməli bizdən də nə soruşur? Deməli və buradan bizdən soruşduqlarını bir-bir yazırıq və buradan 2-də 1 bütün əlamətlərinə görə heterozigot. Bütün əlamətlərinə görə heterozigot olanları yazdıq. Bütün əlamətləri 4-ün 2-yə nisbəti olurmu? 2-də 1. Burada da 4-ün 2-yə nisbəti oldu mu? 2-də 1. Burada da yenə 2 dənədir. 2-nin 1-ə 2-də 1. Burada da yenə 2-də 1-dir. Yazırıq bura. Hamısı elədir 16-da 1. Amma bizdən soruşur ki, neçəsi erkəkdir. Yadınıza saxlayın ki, 2-də 1-i, yəni biri erkək ola bilər, biri dişi. Onun da ehtimalı 2-də 1-dir. Onu da vuram 16-ını da vuram 2-də. 32-də 1 olmuş olacaq. Yəni ehtimalı 32-də 1-ə bərabər olacaqdır. Deyir, kərtənkələ yumurtalığın çoxalma zonasına daxil olan A, B, böyük ya kiçik ya, böyük B genotipli 1 ilkin cinsiyyət hüceyrə 3 dəfə bölünmüşdür. Əmələ gələn bütün hüceyrə yetişmə zonasına daxil olarsa, əmələ gələn yönəlici cisimciklərin sayını hesablayın. Biz bilirik ki, yönəlici bura daxil olursa 3 dəfə bölünürsə, bu olacaq 4, 4 olur 8. 8 dənə hüceyrə əmələ gəlmiş olacaq da bir hüceyrədə. Və 8 hüceyrəndə bu iki tip qamet verir. Böyük A, böyük B, bir də kiçik A, böyük B. 8 dənəsində də meyoz bölünmə keçirəndə 32 dənə hüceyrə əmələ gəlmiş olacaqdır. Bu 32-sindən də 16-sı böyük A, böyük B, 16-sı da kiçik A, böyük B olmuş olacaqdır. Bizdən də soruşur ki, A, B genotipli minimum. Minimum deyirsə, deməli, bunun yarısı, yəni 8 dənəsi qamət olacaq. 16-dan 8-in çıxsaq neçəsi qalacaq? 8 dənə. 8 dənəsi də yönəlici cisim olmuş olacaqdır. Bu da A variantına uyğun gəlmiş olur. Sonra keçirik növbəti sualımıza. Növbəti sualımızda soruşur ki,
20 A, B böyük ya kiçik ya, böyük B kiçik B çarpazlaşması eyni genotipi var. Yalnız B ve genləri daşıyan fərqlər salamat qalırsa, neçə fenotipik qrup alınar? Tam dominantlıq mövcuddur və dominantlı və crossover var. Yəni bunları yenidən çarpazlaşdıraq. Burada və bunlar bilirsiniz ki, böyük A, kiçik A, iki tip, böyük A, böyük A. Böyük B ancaq böyük B. Buradan da C ancaq C. D ise iki tip. Böyük D, küçük D olmuş olacaqdır. Bize de deyir ki, küçük A, böyük B, küçük C, küçük D ehtimalını hesaplayın. Buradan küçük A'nın əmələ gəlmə ehtimalı. Bax, görürsünüz 2-dən 1-dir, 2-dən 1-dir. Böyük B'nin əmələ gəlməsi ilə 1-dir. Gətirəm yerinə yazıram. Küçük C'nin əmələ gəlməsi yenə də 1-dir. Gətirəm yerinə. Böyük D'nin əmələ gəlməsi isə 2-dən 1-dir. Gətirdim yerinə yazdım. Aldı 4-də 1. Bizdən faizlə soruşduğuna görə 4-də 1-i vururuq. 25% və onda fenotipin sayı yadınıza saxlayın ki, fenotipin sayını soruşursa 2 üstü n düsturu ilə, genotipin sayını 4 üstü soruşursa heterozigot 3 üstü n düsturu. Burada 2 heterozigotlar olanların neçədir? 1, 2, 2 üstü 2, 4 olacaq. Yəni fenotipin sayı 4 olacaq. Genotipin sayı isə yenə də 2 dənədir. 3 üstü 2, o da edəcək 9. Genotipin sayı isə 9 etmiş olacaqdır. Deməli, almat neçə fenotipik qrup alınacaq? 4 fenotipik qrup alınmış olacaqdır. Sonra 21-ci sualda A, B, böyük A, kiçik A, böyük B, böyük B, kiçik C, böyük D, kiçik D genotipli orqanizm üçün verilmiş fikirlərdən hansılar doğrudur? Genlər ilişiklidir. Artıq burada genin ilişikliyindən söhbət gedirsə, biz yenə də bunu yeni yazacağıq. Yox, yazmaq lazım deyil. Genlər ilişiklidirsə, iki növ fərqli qamət əmələ gətirir. Doğru, hansılar doğrudur? Tam deyə bilməliyik. İki növ fərqli qamət əmələ gətirdiyini deyə bilməliyik. D geni daşıyan qamət əmələ gətirmə ehtimalı 2-də 1-dir. Xeyr, bunu da deyə bilmərik 21-də. Sonra C əmələ gəlmə ehtimalı 50%'dir. Burada elə D genini daşıyan qametlərin, D genini daşıyan qametlər, bax burada deyir ki, elə burada D genini daşıyan qametlər 2-də 1-dir də. Burada bir böyük D verir, bir də kiçik D verir. Yəni 2 dənə gen var və bu genlərdən də biri 2-də 1-ə bərabər olmuş olacaq. Elə cavabımız olacaq B variantı. Sonra 22-ci sualımızda bizdən nəyi soruşur? Və bizdən soruşur ki, böyük ya kiçik ya, böyük B, kiçik B, böyük C, böyük C çarpazlaşır böyük ya ilə, böyük B, kiçik B ilə, böyük C, kiçik C ilə. Əmələ gələn nəsildə kiçik ya genini daşıyan fərdlər yaşamaq qabiliyyətinə malik deyirlər. Bu zaman neçə genotip alınar? Genlər ilişikli deyil. Yenə biz burada bunu yazmışıq. 22-ci sualımıza yazmışıq və bunları burada yazdıq. A, B, C çarpazlaşdırdıq və çarpazlaşdırmasına görə birinci qanuna gedək. Birinci böyük yağları, böyük ya kiçik yağını, sonra böyük B, kiçik B-ni, sonra isə böyük C ilə kiçik C-ni çarpazlaşdırdıq və alınma ehtimalını, bütün ehtimalları yazdıq. Bizdən nəyi soruşur? Bu zaman neçə növ genotip alınır? Bu zaman neçə növ genotip alınır və biz burada alınan genotipləri neçə növ genotip alınır? Və biz buradan dedik ki, AA geni yaşamaq qabiliyyətini itirdi. Bu yaşamaq qabiliyyətini itirdi, bunun üstünə xətt çəkirik. 2 dənə genotip buradadır. 3 dənə də genotip buradadır. 2 dənə. 2-ni 3'ə vuracağım. 6. 6'ını da 2'yə vuracağım. Eləyəcək 12. 12 dənə genotipi alınmış olacaqdır. Cavabımız olacaq C variantı. Sonra 23-cü sualımızda nə soruşur? Heterozigot 2-ci qan qrupuna malik qadınla heterozigot 3-cü qan qrupuna malik kişinin nigahına dünyaya gələn uşaqların neçə faizi qan plazmasında A antitelinə rast gəlinər? Yenə də bunu buradan yazmışıq. Deməli, qadının genini yazdıq, kişinin genini yazdıq və bunların çarpazlaşması nəticəsində
olma ehtimalını yazdıq. A1, A0, 0, bir də deməli 4-cü qan qrupu, 2-ci qan qrupu, 1-ci qan qrupu, 3-cü qan qrupunu yaranır və bunlarda biz bilirik ki, 4-cü qan qrupu ilə 2-ci qan qrupunda yoxdur. Bunlar da neçə eləyir? 4-də 2-sini eləyir. 4-də 2-sini də 100-ə vursaq eləyəcək 50%. Yəni neçə faizində rast gəlinər 50%-də, rast gəlinər 50%-də isə rast gəlinməyəcəkdir. 24-cü sualımızda nə soruşur? 24-cü sualımız aşağıdakı nümunələrdən hansılar modifikasiya dəyişkənliyi genotiplə əlaqəli deyil? Genotiplə əlaqəli deyil. Himalay dovşanın belində ağ tüklərinin yolu və buz bağladıqdan sonra qara tüklərinin çıxması, bəli, bu genotiplə əlaqəlidir. Noruz çayın çəkilərin 30-35 dərəcədə Selsidə ağ, 15-20 dərəcədə qırmızı rəngli olması, bu da genotiplə əlaqəlidir. Arı südü ilə bəslənmiş dişi arıların kraliça arılara çevrilməsi, bu da bəli, genotiplə əlaqəlidir. Afrika qəbilələrində boylarını halqa taxmaqla boyun uzadılması artıq bu heç bir genotiplə əlaqəli deyildi. Ona görə də bunu götürür. Sonra timsahın yumurtasından çıxan yeni orqanizm cinsiyyəti temperaturunun asılı olması. Bəli, bu da A aiddir. Genotiplə əlaqəlidir. Ancaq bu sualımızın cavabı oldu D variantı.